Son illər cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri hazırki və sabiq yüksək vəzifəli məmurların övladlarının xarici ölkələrdə uğurlu biznesmen kimi ortaya çıxmasıdır. Bu fonda son olaraq Salyanın sabiq icra başçısı Tahir Xəlilovun oğlunun Rumuniyada biznes fəaliyyəti ilə bağlı yayılan məlumatlar diqqət çəkir. İctimaiyyət arasında belə nümunələrin tək-tək yox, sistemli xarakter daşıdığı qeyd edilir. Məsələn, Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmov, Baş nazirin birinci müavini Yaqub Eyyubov, sabiq nəqliyyat naziri Ziya Məmmədov, Baş nazirin sabiq birinci müavini Abbas Abbasov, Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalibov və başqa tanınmış keçmiş məmurların övladları ilə bağlı da oxşar iddialar uzun illərdir gündəmdədir. Bu uğurlu biznesmen oğulların vəsaitlərinin, xaricə yatırdıqları milyardlarla investisiyanın mənbəyinin korrupsiyadan əldə olunduğu şübhələri var. Hazırki və sabiq məmurların övladlarının xaricdə uğurlu biznesmen olmaları aidiyyatı orqanlar tərəfindən araşdırılacaqmı? Global Info Azla danışan iqtisadçı, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu istiqamətdə araşdırma aparılması üçün yetərli hüquqi və institusional əsaslar mövcud deyil. Çünki Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə mövcud deyil. Məsələn, hər hansı şəxsin müəyyən yerdə biznesinin, mülkünün və ya başqa əmlakının olduğu aşkar edilsə, aidiyyəti orqanlar ondan vəsaitin mənbəyi ilə bağlı effektiv şəkildə hesabat tələb edə bilməz. Şəxs bildirə bilər ki, həmin əmlak ona ailəsindən qalıb və bu iddianın yoxlanılması üçün real mexanizm yoxdur. Bu halda aidiyyəti qurumların ona deyəcəyi ciddi hüquqi arqument qalmır. Çünki Azərbaycanda məmurların gəlir və xərcləri ilə bağlı bəyannamə institutu mövcud deyil. Halbuki bu mexanizm bütün sivil ölkələrdə tətbiq olunur. Bizdə bu haqda qanun 2005-ci ildə qəbul edilsə də icra edilmir. Belə ki, Nazirlər Kabineti indiyədək bəyannamə formasını təsdiqləməyib. Nəticədə məmurlar bəyannamə təqdim etmir və onların əmlakı ilə gəlirləri arasında uyğunsuzluqla bağlı suallar yaradıla bilmir. Hüquqşünas qeyd edib ki, bu səbəbdən korrupsiya ilə bağlı araşdırmalar aparmaq mümkün olmur. Zaman-zaman ayrı-ayrı məmurların saxlanılması halları baş verir, lakin onların korrupsiyaya görə, yoxsa başqa səbəblərlə məsuliyyətə cəlb edildiyi cəmiyyət üçün aydın olmur. Hər kəsə məlumdur ki, bir çox məmurların övladlarının biznes, əmlak vəziyyəti ilə bağlı suallar var, lakin qanunun icrası olmadığı üçün bu məsələlərlə bağlı araşdırma aparılmır.